Salam, hər vaxtınız xeyir. Bugün biz əvəzlik bölməsinə baxacağıq. Yəni the pronoun. İngilis dilində əvəzlik Azərbaycan dilindəki əvəzliyə oxşuyur. Çünki isim və sifəti əvəz edir. Azərbaycan dilində də belədir. Əsas nitq hissələrini əvəz edən nitq hissəsinə əvəzlik deyilir. İngilis dilində isə bu isim və sifətə aid olur. Və gördüyümüz qədər əvəzliklər bunlardır. Və biz bütün əvəzlikləri yox, bu dərsdə bir neçə əvəzlik keçəcəyik. Şəxs əvəzlikləri, yəlik əvəzlikləri, yəni personal pronouns, possessive pronouns, qayıdış əvəzlikləri, reflexive pronouns və bugün əlavə olaraq da ki, şar əvəzlikləri keçəcəyik. Demonstrative pronouns. Bunlar gördüyümüz kimi bir-birinə çox oxşuyurlar, rahatdırlar. Sadəcə işləmə qaydaları var ki, o qaydaları əzbərləsəz və ya da ki, yadda saxlasaz, tezdə tətbiq etsəz, görəcəksiniz ki, heç bir çətinliyi yoxdur. Çox rahatdır. Başlayaq birinci şəxs əvəzliklərinə. Şəxs əvəzlikləri ikişərə bölünür. Adlı hal və obyekt hal. Subject pronouns, object pronouns. İndi bunların fərqi nədir? Onlara baxaq. Bu tərəfdə adlı hal yazılıb, bu tərəfdə obyekt hal. I, mən. Mən deməkdir. Me, mənə, məni deməkdir. Baxın, bu ismində olan yönlü və təsirli hal şəkilçisi var ha. Onları bura əlavə etməklə düzəlirik. You, sən, you, sənə, səni. He, o, kişi cinsi, him, ona, onu. She, qadın cinsi üçün o, her, ona, onu. It, orta cins üçün o, it, ona, onu. We, biz, us, bizə, bizi, you, siz. You, sizə, sizi, they, onlar və them, onları, onlara. Burada görəcəksiniz ki, bəziləri bir-birinə oxşuyur. Bunlar biri you'dur və biri də itdir. Burada you yenidən var. İndi you'nun tək və cəm forması kimi ayrıblar, amma normalda you cəm formasında işlənir. Xəbərdə ar olur. Gəlin başlayaq bunların müqayisəsinə ki, bunlar nədir? Biz necə ayıracağıq bunları bir-birindən? Yəni, adam istər-istəməz burada qalır yol arasında. Amma bunun da çox asan qaydaları var. What, üzr istəyirəm, who, kim, what, it mənasını ifadə edir. Whom demək kimi, what da eynən nəyə mənasını verir burada, nəyə mənasını verir. Bu hissəni keçdik. Əsas bizdə lazım olan məqamlar bunlardır. Cümlədə yalnız mübtəda olur. Bu isə cümlədə tamamlıq olur. Baxın, mübtəda olursa xəbərlə işlənir. Xəbərdən əvvəl gəlir. Tamamlıq olursa adətən feildən və xəbərdən sonra işlənir. Özündən sonra birbaşa xəbər qəbul edir. Baxın, mübtəda olduğuna görə. Bu isə söz önlərinə və feildən sonra işlənir. Tamamlıq olduğuna görə. Cümlənin əvvəlində işlənir, cümlənin ortasında işlənir. Məsələn, they are looking, onlar baxırlar at picture. No. İndicə şəklə baxırlar. İndi şəklə baxırlar. Onlar indi şəklə baxırlar. Amma o tərəfə baxaq. Birinci, gəlin buna baxaq, müqayisə başlamaya qədər. They harda gəlib? Cümlənin əvvəlində. Nədən əvvəl gəlib? Are. To be-nin forması xəbərdən əvvəl gəlib. Amma bu tərəfdə celebration, kitabxanaçı, gave, verdi, xəbərimiz və feilimiz, özündən sonra as. Bizə, for, 4, books, kitab. Kitabxanaçı bizə 4 kitab verdi. Baxın, necə tərcümə olundu? Bizə. Digərləri də eyni qayda ilə. Buna baxın, does feilindən əvvəl işlənib. Where, to be formasına əvvəl işlənib. Bu tərəfdə give-dən sonra me işlənib. Burada we əvvəldə də var. Bu adlıq haldır. Amma özündən sonra them, obyekt hal işlənib. Eynən bu tərəfdə I, adlıq hal. Söz önü ilə işlənən with them, yəni them, obyekt haldır. You və it-i necə fərqləndirə bilərik? Çox rahat formada. Əgər you və it mübtədadırsa, feildən əvvəl işlənibsə, adlıq haldır. Yox, əgər feildən sonra işlənibsə və ya söz önlərindən sonra işlənibsə, bu zaman obyekt haldır. Məsələn, bu nümunəyə baxmaq bəs edir. Mübtəda şəxs əvəzliyi ilə ifadə olunmazsa, baxın, həmişə şəxs əvəzliyi ilə ifadə eləmirik ki, adlarla ifadə edə bilərik,
əşyaların, yəni öz adları varsa öz adları ilə və ya da heyvanların adları ilə müraciət edirik və ya da ki, ifadə edirik. Bu zaman biz ona uyğun şəxs əvəzliyini müəyyənləşdiririk. Necə? Qadın cinsidirsə she, kişi cinsidirsə he. Bunlar nümunə adlardır. Baxın, cansız isimlər, yəni əşyalar, heyvanlar, yəni canlılar, ölkə və şəhərlər itki ilə işlənir və bunların hamısı ümumilikdə cəmlə işlənir. Yəni z ilə. Fərqi yoxdur, canlıdır, cansızdır, kişidir, qadındır. Heç bir şey bölünmür. Bir də nə yazırıq? Z yazırıq, bitdi. Bu qaydalarda da belə baxarsınız. It və zem, it və zemin fərqi nədir? It cansız tək isimlərə aid olur. It. Zem isə bütün cəm isimlərə aid olur. Həm canlı, həm cansız. Fərqi odur. Bu nümunələrdə özünüz baxarsınız. Gəldik yer gəvəzliklərinə. Bir çoxları bu yer gəvəzliyini qarışdırır. Biz də qarışdırmamaq üçün çox rahat bir neçə qaydanı bilsək, bizim üçün çox rahat olur. Yer gəvəzlikləri whose sualına cavab verir. Whose kimin, nəyin mənasında gəlir və iki cür absolute və depend. Aslı formadır. Absolute form müstəqil form. Bunların fərqini gəlin deyək. Baxın, aslıdsa özündən sonra isim istəyir. Müstəqilsə özündən sonra heç bir şey istəmir. Yəni isim gəlməz. Yəni aslıdır. Baxın, adından da mənim aslıdır. İsim tələb eləyir. Məcburdur ki, özündən sonra gələn ismə tabe olsun, aslı olsun. Amma müstəqil özündən sonra isim istəmir. Adi tərcümələrə baxın. Mənim. Məsələn, mənim sözünə bir şey əlavə edək. Mənim kitabım. My book. Bir də var ki, mine, mənimki. Mənimki sözündən sonra heç Azərbaycanca baxın. Mənimki kitab deyə bilirik Azərbaycanca. Alınmır ki, alınmır. Deməli, Azərbaycancada alınmır, İngiliscədə alınmır. Və bunlar burada verilib, bunlara baxarsınız. Sadəcə fikir versəz bir şey var. Mine'dan başqa digərlərinin sonunda S var. Hamısının sonunda S var. Amma his-lə its bir-birinə oxşuyur. Bəs bunları necə fərqləndirəcəyik? Onu da deyim sizə. Əgər özündən sonra isim gəlibsə, aslı formadır, yəni bu formadır. Əgər yox, özündən sonra isim gəlməyibsə, o zaman müstəqil formadır. Yəni his-dən sonra isim gələ də bilər, gəlməyə də bilər. Its-dən sonra isim gələ də bilər, gəlməyə də bilər. Məsələn, bura baxaq. Your, sənin, sister, bacımın is a hardworking, çalışqan girl, qızdır. Baxın, sənin bacın. Your nə oldu? Sənin. Sənin bacın. Amma biz bu birisi cümləyə baxaq. I left my pen at home. Deyir, mən qələmimi evdə unutmuşam, yəni evdə qoymuşam. Please, zəhmət olmasa və ya da xahiş edirəm. Lend me yours, səninkini götürə bilərəm. Baxın, səninkini. Daha sənin qələmini demir, səninkini deyir. Özündən sonra söz gəlmir. Və ya da bura baxın. Mine, mine'dan sonra to be gəlib. Is, isim deyil. Burada da eynənin cümlə sonunda gəlib. Amma birinci tərəfə baxaq. Burada fikir verin, my sözündən sonra parents, valideynlər gəlir. Z, onların, ardınca car, maşın sözü gəlir. Yəni, özündən sonra isim istəyir. Mübtəda rolunda olan şəxs əvəzliyi üçün uyğun yer əvəzi işlənərsə, bu zaman öz mənasını verir. Öz. Məsələn, I isə my işləməlidir. Məsələn, burada am going. Baxın, I. Öz sözü İngilizcə my olacaq. I am going to sell my car. Mən öz maşınımı satmağa hazırlaşıram. Yəni, biz bunu biraz fərqli formada deyək. Mən mənim maşınımı satmağa hazırlaşıram desəm, yaxşı çıxmır. Və ya da ki, belə deyə bilərəm. Mən maşınımı satmağa hazırlaşıram. Mənim sözüm deməsək, uyğun ola bilər. Amma yox, biraz da daha yaxşı alınmasını, bədii formada alınmasını istəyiriksə, öz sözünə əlavə edirik. Mən öz maşınımı satmağa hazırlaşıram. Bunlar da sadəcə baxılmalı hissələrdir. It's və its. Baxın, bir çoxları bunları qarışdırır. It's onun deməkdir. Amma it's bu birisi. It is deməkdir. It is. Is burada to be'nin formasıdır. It is. Buradakı is'dir
mənasını verir. Deyir, durdur. Burada yazırlar. İndi fərqlər var. Nələrdir? It has də ola bilər. Yəni, bu da bir qaydadır. Yeri əvəzi olarsa, özündən sonra isim və ya da sifətlə isim tələb edir. Amma its olsa, yəni qısaltma kimi olsa və özündən sonra ya sifət istəyir, ya da article, an article istəyir. An article olsa, its xəbər mənasını verir. Zaten its xəbər mənasındadır. Qayıdış əvəzlikləri. Qayıdış əvəzlikləri rahatdır. Burada Azərbaycan dilində də var fe'l bölməsi. Fe'l bölməsinə qayıdış növü var. İşi görən işi öz üzərində, yəni hərəkəti öz üzərində icra edir. Burada icra edir yox, öz söz lazımdır bizə. Yəni hərəkəti özü görməlidir. Mən hərəkətə başlamışamsa özüm görməliyəm. Əgər siz başlamışsınızsa siz özünüz görməlisiniz. Bu tipdə də qayıdış əvəzlikləri. Yəni rahat forması bu formadadır. Self tək formada işlənir. Self cəm formada işlənir. Self öz deməkdir. Hətta self study falan belə paketlər işləyə bilərsiniz. Həmin self öz mənasını verir. Sondakı as özlər mənasını verir. İndi burada aşağıda cədvələ baxsaq tam mənimsəyəcəksiniz. I bayaq öyrəndik. Mən, myself, onun qarşılığı myselfdir. Myself özüm olur. My neydi? Bayaq da öyrəndik. Mənim. Mənim self neydi? Öz. Mənim özüm. Ya da qısaca özüm. You, sən, your, sənin, self, özün. Sənin özün, qısaca özün. Bunlar da digər cinslərə görədir və digər cəm formasına baxsaq görəcəyik ki, sonlarında s var. S. S varsa bu cəm formasıdır. We, biz, ourselves, biz özümüz ya da qısaca özümüz. You, siz, yours, siz, yours yox, özür istəyirəm. Your, sizin, selves, özləriniz. They, onlar, them, onların, themselves, onlar özləri mənası verir. Və ya da ki, bu cümləyə baxaq. Baxın, bir şey var. Əgər şəxsimiz nədirsə, qayıdış əvəzliyimiz də o olacaq. Şəxs burada I'dır, I'dırsa myself. I have prepared, mən ev tapşırıqlarını hazırlayıram, my homework, yəni ev tapşırıqlarında myself özüm. Mən özüm ev tapşırıqlarını hazırlayıram. She isə qadın cinsidir, herself yazılır. O ev tapşırıqlarını özü hazırlayır. Baxın, özü. Burada isə özün mənasını verir. Fərqləri var. Let us mənasına gəlir. Baxın, let us. Aslı biz bayaqları öyrənmişdik. As. Yanınıza gəlirsə az, bizə bizi mənasını verirdi. Obyekt halda idi. Bizə bizi mənasını verirsə, bunun qayıdış əvəzi olacaq ourselves. Let's qısaltmasıdır. Let us. Adətən oyun falan oynayanda gəlir. Let's go. Gəlin mənasını verir. Gəlin gedək. Bunlar da sadəcə oxumalı qaydalardır. Oxuyarsınız. Cümlə feillə başlayarsa, baxın bu qaydanı yadda saxlayın. Cümləmiz əgər feillə başlayırsa, məsələn, feillə başlayırsa, əmr olunur. Əmr adətən kimə olunur? Qarşı tərəfə, yəni sənə. Məsələn, mən əmr edirəm, sizə əmr olunur. Siz əmr edirsinizsə, mənə əmr olunur. Sən sözü, siz sözü varsa nə yazırıq? Ya yourself, ya da yourselves. Yourself, sən özün, yourselves, siz özünüz. Və ya da ki, müraciət edirik. Xitab var. Kate, do you homework yourself? Kate. Kate'den sonra ne geldi? Do. Kate'deki xitabdır. Xitabdan sonra da vergül qoyulur ki, orada intonasiya var. O zaman Kate kimə müraciət olunur? Sənə müraciət olunur. Sənə müraciət olunursa yourself yazırıq. Bir də var ki, vergülsüz formada yazılır gedir. Burada da ki, cinsə uyğun yazırıq. Kişi cinsidirsə himself, qadın cinsidirsə herself. Burada qadın cinsidir herself. Bu da xitabdır, xitaba aid bir qaydadır. Əgər bizim xitabımız cəmdirsə, yourselves olur. Təkdirsə, yourself olur. Bunu yadda saxlayın. Bir də ki, burada ardıcıllıq var. Bu da bayaqlar öyrəndiklərimizin ümumi formasındadır.
Bir də ki, çevirmə zamanı aslı formada olan yiyəlik əvəzliyini deyil, ismi əsas götürmək lazımdır. Baxın, yiyəlik əvəzliyini yox ha. Yiyəlik əvəzliyi və ya da ki, yiyəlik halda olan həmişə aslı olur. Bizə əsas tərəf odur. Burada her onun mənası verir. Yəni biz buna baxmırıq. Her'dən sonraki sözə baxırıq. Her'dən sonraki söz nədir? Son, oğul, oğlan mənasında işlənir. Oğul övladı, yəni oğlan övladı. Her isə qadın cinsinə aiddir. Biz nəyə əsasən götürməliyik bu qadiş əvəzliyini? Oğlana görə, yəni kişi cinsi götürəcəyik. His onundur, kişi cinsinə aiddir. Amma baxın, yiyəlik əvəzlikdə daughter sözü var, qız sözü. Bu isə əks cinsə aiddir. Biz burada kişi cinsinə baxmırıq, daughter sözünə baxırıq. Özündən sonra gələn sözə baxırıq, herself yazırıq. Sonra cümlədə mübtəda olmazsa, baxın, cümlədə mübtəda olmazsa ya yourself olacaq ya da yourselves. Yəni bu bayaqları da yuxarıda dediyimizdir. Burada da ki, müraciət var. Baxın, children. Children varsa, children, uşaqlar. Yourselves yazırıq. Amma aşağıda fərqli bir cümlə var. Why don't you want my student to help you himself? Baxın, burada nə deyir? Sən niyə kömək etmək istəmirsən? Şagirdlərə deyir. Onlar özlərinə kömək etməlidir deyir. Yəni o mənanı verir burada. Sadəcə bir şeyə baxırıq. Biz mübtədanı axtarmalıyıq. Baxın, mübtəda. Yuxarıda you'dur. You və children sözünə aiddir. Children sözü burada mübtədadır. Onun ki, yourselves yazırıq. Amma aşağıda baxın, my student var. Şagirdlərim, tələbələrim, şagirdim, üzr istəyirəm, şagirdim, tələbəm mənasında işlənir, təkdə olur. Təkdə olursa, kişi cinsi isə himself yazacaq, qadın cinsi isə herself yazacaq. İndi burada tam cins verilməyib deyənə baxacaq variantlardan. Himself varsa himself, herself varsa herself seçəcəyik. Bir də yəni bu tipdə qəliz suallar çox vaxt düşmür imtahanlara. Bu da ki, bayaqki qaydaların ümumi formasıdır. Bu hissəni keçirik. Gəldik işarə əvəzliklərinə. İşarə əvəzlikləri bildiyimiz kimi rahat bir mövzudur. Çox çətin mövzu deyil. Daha çox testlərdə biz bu işarə əvəzliklərini görəcəyik, amma bunlar da qabağımıza çıxacaq. This, bu, this, bunlar. This, bu, this, bunlar. This book, baxın, özündən sonra, thisdən sonra gələn söz təkdə olmalıdır. Sayıla bilən təkdə və ya sayıla təkdə olmalıdır. Amma thisdən sonra gələn söz sayıla bilən cəmdə olmalıdır. Eyni qayda zətə də aiddir. Zət, o, zos, onlar. İndi bunların bir-birinə fərqi nə daxil edəcəksiniz? Bunlar bir-birinə oxşuyur. Məsafə baxımından fərq var. Baxın, bu deyiriksə, məsafə və zaman baxımından bizə yaxındır. Əgər o, onlar deyiriksə, bu məsafə və zaman baxımından bizdən uzaqdır. Ona görə fərqlənir. Burada ümumi bir qaydası olmalıydı. İndi baxacaq ora. Z, o və Z orada deməkdir. Və buna görə biz zət, zos yazırıq. Zət nə idi? O, zos, onlar. Baxın, məsafə cəhətdən uzaqdır, orada. Ona görə o yazırıq. Hə, o və hə burada da deməkdir. Bu da məsafə baxımından bizə yaxın deyənə zis, zes yazırıq. Baxın, o və Z var, zət yazdım. Burada zes var, o və hiyə yazdım. İndi burada ümumi qayda verilib. Zis, təqsim, zisdən sonra, zesdən sonra, üzr istəyirəm, zisdən sonra, zətdən sonra təqsim gəlməlidir. Book, book. Amma zes və zosdan sonra cəmsim gəlməlidir. Books, books. Bu kitab, bu kitablar. O kitab, o kitablar. Sonra gəldik, saç, elə, belə mənasını verir və özündən sonra bu isim istəyir, daha çox da sifətli isim istəyir. Yəni, sifətlə isim işlənir. Yəni, isim gəlməsi mütləqdir. Bu da təyin funksiyasında çıxış edir, elə, belə mənası verir. Deyir ki, he is such a handsome boy. Boy burada isimdir. İsim mütləq işlənməlidir. Saç varsa isim gəlməlidir. O ilə yaraşıqlı oğlandır.
O belə yaraşıqlı oğlandır ki, biraz bədili qatır. Saç əvəzindən sonra sayıla bilən tək isim gələrsə, o zaman artikel işlənə bilər. Sonra sayılmayan cəm isim də, yəni sayılmayan ayrı, sayılmayan isim, cəm isim də ayrılıqla gəlib işlənə bilər. Sonra saç və so. Bunlar məna baxımından bir-birinə oxşuyur. İkisi də tərcümə baxımından elə belə deməkdir. Sadəcə bir fərq var. Saçdan sonra sifət isim gəlməlidir. Yəni saçdan sonra təkcə sifət gəlsə düz deyil. Sodan sonra isə sifət zərf gələ bilər, isim gəlməz. Yəni bir-birinin əksidir. Ona görə fərqlidir. Biz məsələn burada bir cümləyə baxdıq. Buna yenidən baxaq. Handsome boy. Burada boy sözü ilə e artiklını götürsək, burada biz so yazmalıydıq saçın yerinə. He is so handsome. O ilə yaraşıqlıdır. Baxın, məna çox dəyişmir. Biri var deyir ki, o yaraşıqlı oğlandır ki. Bir də oğlan sözünü götürürük oradan deyir ki, o ilə yaraşıqlıdır ki. Görürsünüz, məna baxımından çox fərqli olmadı. Sadəcə qrammatik fərqlilikləri var. Burada da müqayisə edin var. Dolunay is such a beautiful girl. Deyir ki, Dolunay elə gözəl qızdır ki. Bir də deyir ki, Dolunay is so beautiful. Fikir verirsiniz, girl sözü yoxdur ardınca. Yəni isim işlənməz. Sodan sonra isim gəlməz. Dolunay elə gözəldir ki, o mənanı verdi. Yəni bu qədər rahatdır bu da. The same, eyni, həmin mənanı verir və the article-nə işlənir. Demişdik ki, o da eyni, həmin mənasını verir. Ona görə same sözünün işlənməsi normaldır. Və sonra tək isim qəbul edir. He does the same thing every day. O hər gün eyni şeyi edir. Yəni gördüyünüz kimi mövzuda bu qədər rahatdır, çətin bir hissəsi yoxdur. Gəlin indi bir neçə testə baxaq. Bu keçdiyimiz mövzulara aiddir. Görürük ki, variantlarda nələr var? Passive pronouns, yəni yəli əvəzlikləri. Baxırıq sözə, speech sözü var. Speech sözü varsa, speech isimli. Biz burada müstəqil yox, aslı forma axtarmalıyıq. Aslılar hansılardır? My'dır, her'dür, bir də his'dir. His həm aslı olur, həm müstəqil. Yəni fərqi yoxdur. Speech sözü gəlməsəydi his götürə bilərdik. Amma digərlərin baxın, sonda s var. Bunları o zaman çıxırıq. Doğru variant 1, 2, 3. Burada isə fikir verin, özündən sonra isim gəlməyib, hətta. İsim gəlməsi o tərəfə qalsın. Cümlənin mənasına baxın. I can't find my trousers. Deyir ki, mən şalvarımı tapmıram. Və haradadır? Haradadır? Onlar olacaq. Azərbaycanca olsa trouser sözü təkdədir. Amma trouser sözü ingiliscə cəmdədir. Çünki biz belə bir şey keçmişik. Əgər əşyanın 2 və daha çox hissəsi varsa, o söz cəmdə olur və sonunda s var. S varsa biz cəmdə olanı axtarırıq. Gəlin yenə də belə məntiqli baxımdan heç tərcüməyə ehtiyac qalmadan da belə tapa bilərik. Məsələn, your sözü özündən sonra isim istəyir. Your. Bunu çıxdıq. Z qalsın. Z sözü özündən sonra bu da isim istəyir. A özündən sonra isim istəyir. Qaldı itlə Z. İtlə Z. Biz də dedik ki, trousers cəmdədir. Cəmdədirsə Z yazırıq. Yəni canlı cansız fərqi yoxdur. Əgər trousers təkdə olsaydı, yəni trousers olmasaydı book olsaydı. Book olsaydı yəni it yazardıq. Amma burada trousers cəmdədir. Sonra burada bu şəxs əvəzliklərinə aiddir, personal pronouns. Bu sualda üçüncüdə ona aiddir. Deyir ki, bu məktub Bill üçündür. Bunu ona verə bilərsən, deyir. Ona sözünü axtarmalıyıq biz. Onu axtarırıqsa, A variantı deyilər, kişi cinsinə him olur. Them onlaradır. Baxın, Bill var, təkdədir. A bizimdir, heç yeri deyil. She cümlənin əvvəlində gəlməlidir. He eyni qayda ilə A variantıdır. Burada artıq baxın, cümlə sonunda da baxırıq variantlara, hamısı yəlik əvəzliyidir. Yəlik əvəzliyidir ki, dedikdə müstəqil və aslı olur. Müstəqillərin sonunda s olur. S olanlar da bir dənə c-dir. Digərləri özündən sonra isim istəyir. Burada da eyni variant. Özündən sonra isim istəmir. Müstəqildir. Müstəqil isə B variantı.
Amma burada baxın friend, dost sözü gəlir. Özündən sonra isim istəyir. Mine çıxır, müstəqildir. Hers çıxır, müstəqildir. Ours çıxır, müstəqildir. Theirs çıxır, müstəqildir. Qaldı his. His həm müstəqil, həm asılıdır. Yəni his'i baxın yuxarıda da yaza bilərdik 5-ci sualda da. Burada da yaza bilərik. Bu da qayda şəvəzliklərinə aiddir. Deyir ki, this exercise is very easy. Deyir ki, bu tapşırıq çox rahatdır. Do. Baxın birbaşa feillə başlayır. Do. Et. Eat. Yəni do et deməkdir. Eat də ki bunu. Bunu elə. Bunu elə kimə deyilir? Sənə və ya da sizə deyilir. Sənə və ya sizə hansıdır? Yourself. Bunu et özləri olmur. Bunu et özü olmur. Bunu elə özü olmur. Bunu elə özüm olmur. Bunu elə özüm heç mənası çıxmır. Bunu özün elə deyə düz gəlir. Sonra burada baxırıq. Burada da yenə qayda şəvəziyidir. The children painted the fence. Children sözünə baxırıq. Children sözü varsa bizə nə lazımdır? Children cəmdədir. Cəmdədirsə onlar özləri söz lazımdır. Himself o özüdür. C də həmçinin o özü. Myself mən özüm. Yourself siz özünüz ya da sən özün. Qalır birinə B variantı. Onlar özləri. Baxın mübtədaya baxın. Ona uyğun tapırıq. Məsələn 9-a baxaq. 9-da bizdə 2 dənə əvəzi istəyir. Baxırıq. Do you like? Bu da bayaq cins şalvardır. 2 hissədən ibarətdir. 2 hissədən ibarətsə bu necə oldu? Cəmdə. Cəmdədirsə biz nə axtarmalıyıq? Ya they ya da them olanları bir fikir verir ki, like feil bəyənməkdir. Instagramda falan görərsiniz. Like bəyənmək deməkdir. Feildir. Feildən sonra isə nə gəlməlidir? Obyektdən. Article var. Olmaz. Itdəki təkdədir. Olmaz. Baxırıq indi digərlərinə. Yes, I do. Cümlə bitdi. Ardıca. Baxırıq nə olmalıdır? Look xəbərimiz təkdədir. Looks olsaydı, üzr istəyirəm, look cəmdədir. Looks olsaydı təkdə olacaqdı. Heç ona baxmağa ehtiyac yoxdur. Biz bayaqlar nə qoyduq bura? Them. Themdirsə, burada da Z olacaq da. Onlardan danışırıq. Onlar yaxşı görünür. Yaxşı görünür onlar. Doğru variant C variantı olacaq. It's-in heç yeri olmur. Baxın, it's qoysaq düzgün gəlir. Özündən sonra isim gəlməlidir. Look feil. It də həmçinin özündən sonra gələn feil təkdə olmalıdır. Bu da look cəmdədir. Ona da baxaq. Burada have var. Have varsa, baxın, sonu s olanlar, məsələn, has təkdədir. Burada have var. Have varsa cəmdə olanı götürürük. Ona görə she və he çıxdı, qaldı A, B, C. Baxırıq bu tərəfdə də is var. Is dedik axı, sona s olanlar necə olur? Təkdə. Təkdə olan variant hansıdır? A variantı. Bu niyə olmadı onu deyək. Burada they var, cəmdədir, olmaz. Burada da them var. Themdən sonra birisi them cəmdir, ikincisi də them cümlə əvvəlində işlənə bilməz. Ona görə səhvdir. A variantı. Və burada şəxsə üzr istəyirəm. İşarə vəzirləri də var. Baxırıq bura. School sözü təkdədir. School sözü təkdədir. Təkdədirsə zes çıxır. Niyə? Çünki özündən sonra cəm isim gəlməli idi. Səhvdir. Mine çıxır. Çünki özündən sonra nə gəlməli idi? Heç nə. İsim gələ bilməz. Our sözü heç nə. Yenə də özündən sonra heç bir şey gələ bilməz. Baxırıq ardına. Deməli qaldı A və Y variantları. But one is. Baxın, one var. One bir, tək deməkdir. Bir şey mənası gəlir. Zes yenə özündən cəm istəyir, özündən sonra. A-nı atdıq. Doğru variant Y variantıdır. Yəni, bu tipdə başqa bir tapşırığı da tapaq. Məsələn, bir dənə buna baxaq.
Fikir verisi isə burada you var məsələn 13-də. You varsa yourself yourselves götürürük. 2 3. Burada hal-hazırda şara əvəzliklərinə aid tapşırıq tapmadım. Baxaq. Ardıca gəlib. Burada birinci suala baxaq. Birinci suala baxsaq görərik nələri? Exercises s var sonunda. Cəmdir. Cəmdirsə, this olmaz, that olmaz. Mine'dan sonra da isim gəlməz. Yeri deyil. Qaldı iki variant. Burada deyim, AY variantı qaldı. Baxırıq one sözü. One sözü burada necədir? Cəmdir. Sonunda S var. S varsa hansı olar? A variantı, Y variantı yanlışdır. Göründüyü kimi o kadar bir çətin şeyler yoxdur burada. 22'ye də baxaq, məncə bəs eləyər. Burada əvəz etməkdir. Əvəz edirik. Altdan xətt çəkilən sözü düzgün əvəzi ilə əvəz edirik. Söz cansızdır. Cansız olduğu üçün it olacaq. Bunlar çıxdı. Little Tom. Tom kişi cinsidir. Tom. Hətta oyun belə var. Tom. Çizgi film. Yəni Tom bilinmiş kişi cinsidir. Və təkdədir özü də fikir verin. Təkdədir. Bir də Tom da. O zaman him olur, it olur, A variantı. Them cəmdədir. Ona görə Tomdan uyğunlaşmır. Yəni tapşırıqlar bu qədər rahatdır.